Bugün sizin için Azərbaycan sözünün etimoloji təhlilini hazırladım. Azərbaycan dilinin etimoloji təhlilini anlamaq üçün birinci növbədə ərəb əlifbasını bilmək lazımdır. Çünki bu Azərbaycan kəlməsi bizim günümüzə ərəb qaynaqları vasitəsilə gəlib çıxır və ona görə Azərbaycan sözünün etimologiyasını araşdırmaq üçün birinci növbədə ərəb əlifbasını bilmək lazımdır. Azərbaycan sözünün mən yazılış şəklini burada sizə yazmışam, o birinci üst səhifədə Azərbaycan. Bəzi, məsələn, İqor Mixayloviç Dekanovun Media tarixi kitabında o Atropatena olarak geçir, Atropatakan olarak geçir tarix boyu. Azərbaycan sözünün yazılışı ərəb dilində gördüğünüz sağ tərəfdə, bax burada yazılır. Bu sözün birinci hecası Azər olarak ərəb dilində belə yazılır, amma fars dilində bu dal zalla değil de rz ile yazılır. Ona göre o Adər sözünün dal zalla yazılması ərəb dilindən qaynaqlanan bir şeydir və o dal zalla yazılma ona pəltək z də deyirlər. O dilin sağ tərəfi alt və üst çənədəki dişlərin arasında sıxışdırılarak ifadə edilir o söz və ərəb dilində o geniş yayılmış bir səsdir. Məsələn, Kaddafi sözü bu şekil, bu z ile yazılır. Bu tələffüz edildiği zaman Kaddafi deyilir, Kazzafi deyilmir. Direkt Kazzafi deyilmir, Kaddafi deyilir. Ve o veleddalin, namazdaki o veleddalin keliməsi de bu z ile yazıldığına göre o dilin sağ tərəfi dişe sıxışır. O şekil. Azər sözü, bak birinci gördüğünüz buradaki Azər sözü burada. Azər ve Adər. O Adər D kimi de okunur ve o dilimizdeki o Azər sözü bize Atropatakanın birinci hecası olarak Atro olarak bizim dilimize geçip yani tarihçiler onu belə yazırlar. İkinci söz Azərdən sonra gelen bi kelimesi var. O bi kelimesi bizim dilimizde Kaspi, Lulubi, Azərbi sıfatiyle yaranmış o bir bey anlamındadır. Azərbi. Azərbi dediğimiz zaman sadece bu bizim Azerbaycan'a ait bir şey değil. Kaspi sözündeki o pi hemin o bey anlamındadır. Lulubi, o lulu beyler hemin o bi ile bizim Azerbaycan'daki bi ile eyni məna daşıyır. Sözün sonuncu hecası can kelimesi. Bak burada yazılıb can, kan. Atropatakandaki o kan kelimesiyle bugün bizim yazdığımız can kelimesi eyni məna daşıyır. Yani dolayısıyla Atropatakanla Azerbaycan, daha doğrusu Atropatakan kelimesi Azerbaycan sözünden sonra yaranmış ve ona da sebep niye Azerbaycan Atropatakan oldu? O dediğim kimi ərəb əlifbasının bəzi özelliklerine sebep Azerbaycan Atropatakan kimi okunur ve bunu İsa Muğanna adlı bizim bir rəhmətlik yazıcımız vardı. Mərhum yazıcımız İsa Muğanna İdeal kitabında o Azər sözünün Oder veya Adər olarak təhlil etmişti. Bütünlükte götürdüğümüz zaman Azərbaycan sözü isterse Azerbaycan sözü olarak götürün, isterse Azerbaycan olarak götürün. Bunun tamamı bize aitti ve o sonuncu can kelimesinin Ərəb dilinin bir özelliği var. Mesela onlar gömrük, bizim gömrük dediğimizde onlar cömrük değiller, C ile değiller. Mesela bir marka var mesela Samsung markası, o Samsungcu değiller. Sonra C ile değiller. G sesi onlarda C kimi seslenir. Ve o kan sözü Azerbaycan'daki kan sözü o Atropatakandaki kan sözüyle eynidir. Bunun hiçbir halqa, hiçbir millətə, hiçbir ulusa aidiyyatı yoxdur. Bu özbeöz bizim Türk dilində olan bir isimdir və bunu herkes bu şekil qəbullanmalıdır. Qəbullanmaq istəməyən varsa buyursun etimologiyasını araştırsın ve bizi ikna etsin ki bu kelime bize ait değil. Söylemek istediklerim bu kadar. Allah'a ısmarladık.